Bir daha salam. Bugünkü videomuzda biz süni intellektin niyə məhz son illərdə daha sürətlə inkişaf etməyindən danışacağıq. Çünki biz əvvəlki videoda danışdıq ki, əslində süni intellekt Copilot, ChatGPT, Cloud demək deyil və biz orada müxtəlif maraqlı nümunələrlə baxıb öyrəndik ki, süni intellekt çox uzun dövrdür ki, bizim həyatımızda var. Biz ondan istifadə edirik və o biz istəməsək də birbaşa bizim həyatımıza təsir göstərir. Və bugünkü videomuzda baxacağıq ki, necə baş verdi ki, uzun illərdir bizim həyatımızda olmağına baxmayaraq, son bir neçə ildə 2022-ci ildən 2026-cı ilə qədər bir perioda baxsaq, inanılmaz dərəcədə sürətli inkişaf edir və bunun əsas 8 amili var. Gəlin sizlərlə bir yerdə o 8 amilə baxaq. Demək, təqdimata qaydası olsaq, birinci amil nədir? AI artıq görünən oldu. AI artıq görünən oldu nə deməkdir? İndi AI illərdir var idisə, niyə məhz son 2-3 ildə daha çox danışılmağa başladı məsələsinin ilk amili budur. Məsələ odur ki, əvvəllər süni intellekt arxa planda işləyirdi. Məsəl üçün biz bayaq bir nümunə göstərdik. Həmin nümunədə nə dedik? Siriyə sadəcə bir əmr verdik ki, hava ilə bağlı məlumat ver, filan kəsə zəng elə, filan sayta daxil ol və işin arxa fonunda gedən prosesdə biz məlumatlı deyildik. Sadəcə biz səs yazırdıq və o öz işini görürdü. Və yaxud da Gmail müxtəlif spam strukturları çıxardırdı, Google Maps marşrut hesablayırdı, Netflix film tövsiyə edirdi. Bunlarla bağlı danışdıq. Və sonradan ChatGPT çıxdı. İlk dəfə insanlar AI-ya sual verməyi, onunla söhbət etməyə başladılar. Yəni süni intellekt, yəni AI birdən-birə yaranmadı. Sadəcə ilk dəfə görünən oldu. Yəni əslində burada dəyişən texnologiya deyil, istifadəçi təcrübəsi olmuş oldu. Bizlə çox rahat formada söhbət eləyir, suallarımızı cavablandırır və istədiyimiz analizləri vermiş olur. Növbəti nüans nədir? Böyük dil modelləri, LLM dediyimiz böyük dil modelləri inqilabı oldu. Əslində bundan sonrakı dərsimizdə biz LLM ilə bağlı çox detallı, ətraflı danışacağıq. Çünki LLM süni intellektin beynidir. Ancaq qısa giriş verəsi olsaq, LLM-in nə olmağı ilə bağlı qısa giriş verəsi olsaq bunu deyə bilərik ki, gəlin sadə bir analogiya eləyək. Təsəvvür eləyək ki, bir katib var və o ömrü boyu minlərlə kitab, məqalə, xəbər və sənədlər oxuyubdur və siz ondan istənilən sayda sual versəniz və dərhal sizin sualınıza cavab vermiş olacaq. Məhz LLM də buna bənzəyir. LLM açıqlaması Large Language Model dediyimiz böyük dil modelləri internetdəki və digər mənbələrdəki çox böyük həcmdə mətnlər üzərində öyrədilmiş süni intellekt modelidir. Siz süni intellektdə nə qədər çox data tanısanız, nə qədər çox öyrətsəniz, o sizin suallara bir o qədər düzgün və detallı cavab vermiş olacaq. Və biz burada inkişaf ardıcıllığına baxası olsaq, əvvəllər qaydalarla işləyən bir sistem var idi. Bundan sonra machine learning yarandı. Bundan sonra daha dərin öyrənmə deep learning yarandı. Bundan sonra transformer arxitekturası yarandı. Bununla bağlı LLM hissəsində detallı danışacağam və bütün bunların nəticəsində LLM hissəsi yaranmış oldu. ChatGPT, Microsoft Copilot, Gemini, Cloud kimi alətlər məhz bu texnologiyanın üzərində qurulubdur. Yəni onların sirri çox məlumat bilmələri deyil. Əsas üstünlükləri dili və konteksti başa düşə bilmələridir. Növbəti məsələ hesablama gücü və cloud ucuzlaşdı. Bu hissəni əslində çalışacağım bir qədər texniki hissədən, texniki dildən uzaq formada izah edeyim. Məsələn, biz əvvəllər süni intellekt hissəsində machine learningdən danışdıq və machine learning üçün bizə çox yaxşı kompüterlər, bahalı kompüterlər və güclü kompüterlər lazım idi. Ancaq hal-hazırda AI istifadə etmək üçün super kompüterlər lazım deyil. İstənilən kompüterlərdə biz istənilən süni intellekt alətindən istifadə edə bilərik. Əvvəllər AI modellərinin öyrədilməsi inanılmaz hesablama gücü tələb eləyirdi. Burada GPU-lar, cloud texnologiyaları işə düşür. Məsələn, biz GPU-nu belə təsəvvür edə bilərik. Əgər adi bir prosesor bir aşpazdırsa, GPU eyni zamanda yüzlərlə aşpazın birlikdə işlədiyi böyük bir mətbəx kimidir. Buna görə də AI modelləri artıq daha sürətlə öyrədilə bilər. Əvvəllər mütləq şəkildə hər bir şirkət öz serverini almalı idi. Ancaq indi Microsoft Azure, Amazon AWS, Google Cloud kimi platformalar ehtiyac duyulan qədər hesablama gücünü sizə kirayə verə bilər. Yəni siz orada kirayə götürüb onu istifadə edə bilərsiniz. Yəni artıq AI yaratmaq üçün milyonlarla dollar investisiya etməyə ehtiyac yoxdur. Siz bu cloudlardan çox rahat formada istifadə edə bilərsiniz. Növbəti süni intellekti son dövrlərdə populyar edilən əsas nüanslardan biri də data partlayışı baş verdi. Data partlayışı nə deməkdir? Biz bundan əvvəlki video dərsdə danışmışdıq ki, data bəli süni intellektin gücüdür, data süni intellektin yanacağıdır. Son 10 il ərzində sosial şəbəkələr, internetdə yaranan məlumatın həcmi inanılmaz dərəcədə artıbdır. Sosial şəbəkələr, videolar, e-postlar, şirkətlərin sənədləri, e-maillər, biz bunlara baxsaq görərik ki, inanılmaz dərəcədə data var. Və necə ki, avtomobil yanacaq olmadan hərəkət edə bilmir və AI olmadan da, yəni süni intellekt də data olmadan öyrənə bilmir. Nə qədər çox və nə qədər keyfiyyətli data varsa, süni intellektdə bir o qədər dəqiq işləmiş olacaq.
Növbəti məsələ pandemiya iş tərzini dəyişdi. Bəli, pandemiya süni intellektin yayılmağına son dövrlərdə çox ciddi təsir göstərən faktorlardan biridir. Çünki 2020-ci ildən artıq dünya bir anda dəyişdi. Biz home office-ə keçdik, evdən işləməyə başladıq. Görüşlər onlayn oldu, komandalar fərqli şəhərlərdə, hətta fərqli ölkələrdə işləməyə başladılar. Rəhbərlər artıq özlərinə bir sual verməyə başladılar ki, bu işi insan etməlidir, yoxsa sistem? Məhz burada AI böyük sürət qazanmış oldu. Çünki süni intellekt yorulmur, 24 saat işləyə bilir. Pandemiya AI yaratmağa məcbur oldu. Sadəcə onun istifadəsini belə deyək. Əslində pandemiya AI yaratmağa məcbur oldu deyəndə nəyi nəzərdə tuturam? Bəlkə də süni intellekt daha uzun illər sonra gələcəkdir. Ancaq pandemiyadan sonrakı həyat tərzi, iş tərzi onun istifadəsini, onun populyarlaşmasını bir neçə il önə çəkmiş oldu. Ən vacib nüans süni intellektlə bağlı. Nəyə görə süni intellekt sürətlə inkişaf elədi? Çünki artıq hazır süni intellekt alətləri, AI alətləri bizim qarşımıza çıxdı. Əvvəllər süni intellektdən istifadə etmək üçün biz proqramist olmalıydıq. Bizim çox yaxşı riyazi, statistik biliklərimiz olmalıdır ki, kod yazaq, model quraq və bu kimi məsələlərdən istifadə edək. Ancaq indi bunların heç birinə ehtiyac yoxdur. Bizim müxtəlif istifadə edə biləcəyimiz möhtəşəm süni intellekt alətləri var. Məsəl üçün, bu gedişat tərzində danışacağım, Copilot-dan danışa bilərik. Copilot Word-ən Excel-in içərisində var. Artıq Excel-də sənin yüksək texniki biliyinin olmağına ehtiyac yoxdur. Copilot-da hər hansı bir sadə prompt yazmaqla istənilən funksiyanı, istənilən analizi hesablama eləyə bilərsən. Ancaq bəli, orada texniki biliyə az da olsa ehtiyacı var. Çünki onu sonradan yoxlamaq üçün və yaxud da artıq sənin kod yazmağın üçün hər hansı bir proqram yoxdur. Çünki istədiyin promptla nə edirsən, o promptu süni intellekt alətinə verməklə sən çox rahat formada həmin istədiyin kodu yazıb çıxara bilərsən. Növbəti hissə isə biznes real fayda gördü. Hansı ki, süni intellektin biznesə tətbiqi vasitəsilə şirkət rəhbərləri real fayda gördükdən sonra süni intellektin istifadəsi son dövrlərdə daha da populyarlaşdı. Bu nə deməkdir? Şirkətlər hal-hazırda AI dəb olduğu üçün istifadə etmirlər. Onlar nəticəyə baxırlar və əgər AI eyni işi daha sürətlə görürsə, daha az xərclə görürsə və eyni zamanda AI əməkdaşların məhsuldarlığını artırırsa, nəyə görə şirkətlər süni intellektdən istifadə etməsinlər? Rəhbərlər belə bir sual verirdilər ki, özlərinə, görəsən süni intellekt istifadə edəkmi biz? Bu bizim üçün təhlükəli deyil ki. Ancaq hal-hazırda rəhbərlərin özlərinə verdiyi ən vacib sual. Biz AI istifadə etməsək, rəqabətdən geri qalacaq yoxsa yox? Və təcrübə bunu göstərir ki, bəli, artıq süni intellekt istifadə etməyən rəqabətdən ciddi şəkildə geri qalır. Sonuncu nümunəmiz isə insanlar AI ilə işləməyi öyrəndi. Yəni bu məsələ burada izah eləyəsi olsam belə deyə bilərəm ki, əvvəllər hansı çətin və qorxulu gəlir. Ciddi vaxt lazımdır və digər məsələlər, ancaq hal-hazırda bu çox rahatdır, çox əlverişlidir və insanlar onu istifadə etməkdən qorxmurlar, səhv eləməkdən qorxmurlar. Çünki mən bu gün Copilot-da hər hansı bir prompt verirəm və o promptu yoxlayıram və yaxud da Excel-də hər hansı prompt verib funksiya yazırsa mənə, o promptu yoxlayıram. Nəticə səhvdirsə, mən onu yenidən yazıb yenidən düzəldə bilərəm. Yəni bu saniyələr ərzində baş verən prosesdir. Və bu prosesdə insanların AI ilə söhbət edə bilmə bacarıqlarında qorxunu aradan qaldırdı və artıq zamanla insanlar başladılar AI-dən istifadə etməyə və bu nəticədə də nə etdi? Bizə gündəlik süni intellektlə istifadəni bir həyat tərzinə çevirdi. Və biz xülasə olaraq gördük ki, süni intellektin sürətli inkişafının 8 əsas amil dayanır və bu əsas amillərlə bağlı sizin üçün detallı izahlar verdim. Bəs siz nə düşünürsünüz? Mənə fikirləriniz maraqlıdır. Rəy bölməsində yaza bilərsiniz. Sizcə süni intellektin son dövrlərdə populyarlaşmasının əsas səbəbi nələrdir? Növbəti dərsimizdə görüşərik. Sağ olun dostlar.